Deməli, bismillah qardaşlar. Deməli, biz keçən dəfə dediyimiz kimi inşallah bugün yeni bir mövzuya başlayırıq. İnşallah Allah Teala bizləri müvəffəq eləsin. Və mövzumuz inşallah 40 hədis olacaq Allah Teala'nın izni ilə. Və deməli, həmən bu 40 hədis mövzusuna girməmişdən əvvəl istəyirəm ki, müəllif barədə məlumat verim inşallah və ondan sonra hədislərimizi şərh etməyə keçək. Ümumiyyətlə 40 hədisin bu kitabın, bu mübarək kitabın müəllifi Əbu Zəkəriyyə Yahya bin Şəraf Ən-Nəvəvi rahimehullahdır. Əbu Zəkəriyyə Yahya bin Şəraf Ən-Nəvəvi. İmam Nəvəvi rahimehullah hicrətin 676-cı ildə vəfat edib qardaşlar. Yəni bu təxminən miladi tarixlə 1277-ci il ilə təsadüf edir. Və necə ki bilirsiniz, İmam Nəvəvi rahimehullah Suriyanın Nəva kəndində anadan olub və burada yaşayıb və burada vəfat etmişdir. Və bu həmən yaşadığı və doğulduğu yer təxmini olaraq İordaniyanın İrbit məntəqəsi ilə, şəhəri ilə Suriyanın Şam şəhərinin arasındadır. Və bura Suriyada olan Dara'a məntəqəsi deyirlər və o məntəqəyə yaxın olan bir yerdir. Və İmam Nəvəvi rahimehullah Şafi məzhəbinin böyük alimlərindən olub qardaşlar. Və elə Suriyanın özündə bir çox böyük alimlərdən, Diməşqdə böyük alimlərdən elm alıb. İmam Nəvəvi rahimehullahın az ömür yaşamasına baxmayaraq, Allah Teala o az ömrə elə bir bərəkət qoymuşdu ki, bir neçə kitablar yazmış və o kitablar hal-hazırda da bizim günümüzdə də alimlər tərəfindən şərh olunur və insanlar əzbərləyir və özündən sonraki insanlara da bu kitabları tövsiyə edirlər. İmam Nəvəvi rahimehullah cəmisi 44 il ömür yaşayıb qardaşlar. Cəmisi 44 il yaşayıb. Və baxın ki, bu az bir ömrə nə qədər Allah Teala bərəkət verib. Onun məşhur əsərlərindən Riyad-ı Salihin 40 hədis, İmam Müslimin Səhihinin şərhi və s. bir çox məşhur əsərləri olmuşdur. İmam Nəvəvi rahimehullahın künyəsi Əbu Zəkəriyyə olmuşdur. Lakin Allah ona rəhmət etsin, evlənməmiş və bu halda da vəfat etmişdir. Məsələn, burada soruşula bilər ki, Əbu Zəkəriyyə, yəni Zəkəriyyənin atası künyəsini necə götürüb bəs? Və bu şəriətdə əslən icazəlidir. Məsələn, bir insanın evladı olmasa da, evlənməmiş olsa da, yəni müəyyən belə bir künya ilə künyələnə bilər. Və İmam Nəvəvi rahimehullahın qardaşlar, əlimizdə olan, yəni şərh edəcəyimiz inşallah bu 40 hədis əsəri, 40 hədis kitabı və bu kitaba İmam Nəvəvi rahimehullah özünün Məcmu əsərində, necə ki bilirsiniz, işarəsi var, yəni işarə etmişdir. Hansı ki, özünün Məcmu əsərində İxlasla bağlı babda 40 hədisə işarə edir və deyir ki, heç bir müsəlmanın, heç bir dindar olanın bu 40 hədisdən, bu 40 hədisdəki hədisləri bunlardan xəbərsiz qalması yaxşı deyil. Yəni xəbərsiz qalmamalıdır. Və bəzi alimlər bu 40 hədisin toplanmasının səbəbini izah edərkən deyirlər ki, yəni İmam Nəvəvi rahimehullahdan sonra gələn alimlər deyirlər ki, Allah Resulü sallallahu aleyhi və səlləmin bu sözünə görə İmam Nəvəvi rahimehullah bu 40 hədisi toplayıb. Və bu da nədir? Hansı ki buyurur ki, kim din işlərində 40 hədisi əzbərləyərsə, qiyamət günü alimlərlə, fəqihlərlə birlikdə həşr olunar. Vallahi aləm bu rəvayəti gətirsələr də, əslən bu rəvayət zəifdir. Əslən bu rəvayət zəifdir. Lakin İmam Nəvəvi rahimehullah özü isə bu hədis kitabına, yəni 40 hədisin nə üçün topladığını özü elə izah edir. Hansı ki, bunu ona təşviq edən şey nə olmuşdur? Allah Resulü sallallahu aleyhi və səlləmin səhih hədisi. Hansı ki hədisdə buyurur ki, Nədarallahu imra'ən səmi'a məqaləti
فَوَعَاهَا وَأَدَّاهَا كَمَا سَمِعَهَا. Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, Allah Teala o kəsin üzünü nurlandırsın ki, ağartsın ki, məndən bir şeyi eşidər və sonra onu başa düşər və sonra əməl edər və başqalarına öyrədər. Və bu həmin hədis İmam Nəvavi rahimehullahın bu 40 hədisi toplamasına səbəb olmuşdur. Əslən bu 40 hədis kitabı qardaşlar, yəni bu 40 hədis İmam Hafiz Əbu Amr bin Salahın 26 hədisinə əlavə olaraq toplanmışdır. Yəni İmam Nəvavi bu 26 hədisi toplayıb, üzərinə də əlavə edərək 40 hədisə qədər çatdırmış və elə kitabın, mövzunun adını da 40 hədis adlandırmışdır. Və hədisdə barakallahu fikum buyurulur ki, hədisin mətnində An Əmirul Müminin Əbi Hafzin عمر بن الخطاب رضي الله عنه قال سمعت رسول الله صلى الله عليه وسلم يقول إنما الأعمال بالنيات وإنما لكل امرئ ما نوى فمن كانت حجرته إلى الله ورسوله فهجرته إلى الله ورسوله ومن كانت هجرته لدنيا يصيبها أو امرأة ينكحها فهجرته إلى ما هاجر إليه رواه البخاري ومسلم. Hədisimizin mətnində hədis Ömər bin Xattab radiyallahu anhunun rəvayəti ilə gəlib. Ömər bin Xattab radiyallahu anh deyir ki, Allah Resulü sallallahu aleyhi və səlləmlə eşitdim, deyir ki, əməllər yalnız niyyətlərə görədir və hər bir kəsin niyyət etdiyi vardır. Yəni ona niyyət etdiyi vardır. Kimin hicrəti Allah və Resulü üçün olarsa və yaxud da Allah və Resuluna olarsa, onun hicrəti Allah və Rasulunadır. Və kimin də hicrəti dünyalıq bir şey üçün olarsa, dünyalıq bir şeyi əldə etmək üçün olarsa və yaxud da nikahlanacağı qadın üçün isə və onun hicrəti də elə ona görədir. Hədisimizin mətni inşallah bu cürdür. Və hədisimizi şərh eləməmişdən qabaq, ravi haqqında, yəni hədisi bizə danışan Ömər bin Xattab radiyallahu anh haqqında danışmaq istəyərdim. Necə ki bilirsiniz, barakallahu fikum, Ömər radiyallahu anhu ikinci Raşidi xəlifə 10 müjdələnmiş sahabələrdən biridir. Abu Hafs Ömər bin Xattab bin Nufeyl Əl-Quraşi Əl-Adavi adlandırılmışdır. Abu Hafs deyə, necə ki hədisin mətnində də keçir ki, An Əmirul Müminin Əbi Hafzin. Əbi Hafs adlanmasına baxmayaraq, yəni kunyə ilə kunyələnməsinə baxmayaraq qardaşlar, alimlər deyir ki, onun Əbi Hafs adında övladı olmayıb. Necə ki İmam Nəvavi rahimehullah başda qeyd elədik ki, Əbu Zəkəriyyə ləqəbini götürdüyü kimi, yəni kunyəsini götürdüyü kimi. Və Ömər bin Xattab radiyallahu anhu qardaşlar 27 yaşında İslamı qəbul edib. Və 63 yaşında xəlifə ikən, İslam dövlətinin xəlifəsi ikən, 63 yaşında namaz qıldırarkən, namazda imamlıq edərkən Əbu Lu'lu tərəfindən xəncərlənərək şəhid edilmişdir. Və Ömər ibn Xattab radiyallahu anhunun qızı Hafsa Allah Resulü sallallahu aleyhi və səlləmlə evlənmişdir, möminlərin anası. Və həmçinin Ömər bin Xattab radiyallahu anhu hədisin elə əvvəlində keçdiyi kimi Əmirul Müminin ləqəbi ilə ləqəblənmişdir. Hansı ki, möminlərin əmiri. Və Allah Resulü sallallahu aleyhi və səlləm vəfatından sonra Abu Bakr radiyallahu anhu və sonra xilafətə Ömər bin Xattab radiyallahu anhu gəlmişdir. Və Ömər bin Xattab radiyallahu anhu tarixdə ilk dəfə Əmirul Müminin ismi ona verilmişdir. Və ondan öncə isə Abu Bakr radiyallahu anhuya Allah Rasulunun xəlifəsi deyərdilər. Və ilk dəfə Əmirul Müminin ismini kimə veriblər? Ömər bin Xattab radiyallahu anhuya. Və bu hədisin mənziləsi qardaşlar, bəzi alimlər bu hədisin mənziləsi barəsində əzəmətli faydalar nəql edirlər, zikr edirlər. Deməli, bu hədisimiz, barakallahu fikum, İbn Həcər rahimehullah buyurur ki, bu hədis
nəql olunmasına görə, yəni günümüzə çatana qədər mutavatir səviyyəsində alimlər arasında mutavatir səviyyəsinə çatmışdır. Və həmçinin İmam Əhməd və İmam Şafi rahimehullah buyurur ki, Allah onlara rəhmət etsin, bu hədis elmin 1/3-idir. Hansı ki, əməllər niyyətlərə görədir hədisi. Və həmçinin Abdurrahman bin Mehdi rahimehullah buyurur ki, İnnehu sulusul İslam. Həmən bu hədis İslamın 1/3-idir. Və İmam Şafi rahimehullah buyurur ki, fikhin 70 babını özündə cəm edir. Fikhin 70 babını özündə cəm edən hədisdir. Və həmçinin necə ki bilirsiniz qardaşlar, Qavaidul fiqhiyyə, yəni fikhi qaydalar, 5 əzəmətli fikhi qaydalar, hansı ki bunun üzərində fiqhlər, yəni fikhi qaydalar, əhkamlar qurulmuşdur. O 5 böyük fikhi qaydadan biri də məhz bu hədisdən götürülmüşdür. Hansı ki, o 5 böyük fikhi qaydadan biri də o idi ki, əl-umuru biməqasidihə və yaxud da ki, lə amələ illə biniyyə. Yəni, bu da hansı qaydadır? İşlər qəsdlərinə görədir. Yəni, niyyətsiz, bir mənada niyyətsiz əməl yoxdur. Və bu qaydanın altında da, üstündə də demək olar ki, bu qaydanın üstündə onlarca, yüzlərcə məsələ bina olmuşdur, qardaşlar. Yəni, baxın ki, nə qədər mübarək hədisdir. Və həmçinin Abdurrahman bin Mehdi rahimehullah buyurur ki, kim kitab yazmağa, təsnif etməyə çalışarsa, yəni hansısa bir kitab yazmağa çalışarsa, qoy bu hədisdən başlasın. Və həmçinin İmam Buxari öz səhihinə bu hədislə başlayıb. Şihab el-Quda Musnad əsərinə bu hədislə başlayıb. Beyhaqi rahimehullah Sunan Suğraya bu hədislə başlayıb. İmam Bağavi Məsabih əsərinə bu hədislə başlayıb. Abdülğani el-Maqdisi rahimehullah özünün Umdatul Əhkam kitabına bu hədislə başlayıb. Və həmçinin İmam Nəvvi rahimehullah 40 hədisə, Riyazus Salihinə və həmçinin Əzkər kitabına bu hədislə başlamışdır. Və bu hədislə başlamağın səbəbi, məsələn, sual verilsə ki, Pərvin qardaş, bu hədislə başlamağın səbəbi nədir? Niyə görə alimlər kitablarına bu hədisdən başlayırlar? Esselamu Aleyküm Rahman. Və Aleykümselam və Rahmetullahi və Berekatuhu. Çünki niyetin çok önemli olduğu hansı ki hədisdə deyilir ki, bir yaşlığa niyet ederse eləsə savab kazanır. O hədislə olar mı? O şeye göre. Yəni, barakallahu fikum, yəni doğrudur, yəni niyyətə görədir. Bu hədis niyə görə kitabın əvvəlində başlayır? Yəni, İmam adlarını saydı, zikr elədi ki, İmam Buxari və digər alimlər, ona görə ki, oxucunun birinci başladığı şey nə olsun? Niyyət olsun. Yəni, ey oxucu, sən bu kitaba başlayırsan və yaxud da ki, kitabı yazan, sən bu kitaba başlayırsan, ilk öncə niyyətin düzəlməlidir və Allah üçün olmalıdır. Məhz buna görə alimlər öz kitablarına həm öz nəfsinə, həm də oxucuya xitabən bu hədislə başlayırlar ki, yəni bu kitabı oxuyacaqsan, ən birinci düzəldəcəyin şey nə olsun? İxlasım olsun. Və İmam Əhməd rahimehullah qardaşlar buyurur ki, İmam Əhməd rahimehullah İslam dininin əsasları bu 3 hədisin üzərində qurulub. Diqqətli olaq, İslam dininin əsası bu 3 hədis üzərinə qurulub. Birinci hədis, İnnəməl ə'malu bin niyyət, yəni əməllər niyyətlərə görədir hədisi. İkinci hədis, Ayşə anamızdan gələn, Mən əhdətə fi əmrinə hədə mə leysə minhu fəhuvə raddun və ya mən amilə amələn leysə fi əmrinə və huvə raddun. Leysə aleyhi əmrinə fəhuvə raddun. Və Allah Resulü sallallahu aleyhi ve sellem bir hədisdə buyurur ki, kim bizim dində olmadığımız bir şey deyərsə, ikinci hədisdə isə əməl edərsə, o ondan rədd olunar. Yəni, bu nə ilə bağlı olan hədisdir? Bidətlə, bidətin rəddi ilə bağlı olan hədisdir. Üçüncü hədis isə qardaşlar, İnnəl hələlə beyyinun və innəl haramə beyyin. Həqiqətən halallar da bəllidir və haramlar da bəllidir. Kim haramlardan, yəni ortası isə şübhəli şeylərdir. Kim bunlardan çəkinərsə, öz irzini və dinini qorumuş olar. İmam Əhməd rahimehullah buyurur ki,
o İslam dini ümumi olaraq İslam dininin əsasları baxın bu 3 hədis üzərinə qurulub. Bunu yaxşı yadda saxlayın inşallah. Hədisin mətninə keçdikdə isə barakallahu fikum, müəllif rahimehullah hədisi gətirir ki, innəməl a'malu bin-niyyat. Bir rivayətdə gəlir ki, innəməl a'malu bin-niyyah. Birində təkdə, birində isə cəmdə gəlir niyyət sözü. Həqiqətən buradakı innəmə hasr ifadədir. Yəni ancaq və ancaq əməllər niyyətlərə görədir qardaşlar. Edilən əməlin nə olduğunun təyini deməkdir bu. Edilən əməlin nə olduğunun təyini. Hansı ki, buradakı innəməl a'malu deyəndə, yəni əməldən qəsd nədir? Şəri əməllərdir ki, bu əməllər niyyətə fəqirdir. Yəni niyyətə ehtiyacı var. Namaz kimi, oruc kimi, zəkat kimi və s. Və niyyət qardaşlar, niyyət iki cürdür. Birincisi, ibadətləri adətlərdən ayıran niyyət. İkincisi isə ibadətləri ibadətlərdən ayıran. İbadətləri adətlərdən ayıran, məsələn, bir insanın istidən sərinləmək üçün yuyunması ilə bu adətdir və yaxud da bir insanın qüsl almaq niyyəti ilə yuyunması arasında olan fərqdir. Yəni birincisindən səni nə ayırır? Adətdən səni nə ayırır? Niyyət etməyin ayırır. Və o niyyətlə sən savab qazanırsan. İkincisi isə ibadətləri ibadətlərdən ayıran, məsələn, zöhr namazının niyyəti ilə əsr namazının niyyəti tamam fərqli bir şeylərdir. Və bu niyyət də nədir? İbadətləri ibadətlərdən ayıran niyyətdir. Və bəzi alimlər, qardaşlar, tək şəri əməllər deyil, ümum olaraq götürərək həm şəri, həm də adətləri bunun içərisinə daxil ediblər. Çünki niyə görə adətlərdə də niyyət mühüm rol oynayır sualını verəndə, yəni ibadətlərdə başa düşdük, insan savab qazanması üçün və həmçinin adətlərdə də bu cürdür, qardaşlar. Məsələn, insan var ki, deyək ki, yemək, içmək, bunlar hamısı mübah olan şeylərdir. Və yaxud da bir insan deyir ki, mən yeyirəm, içirəm ki, niyə görə? Yeyirəm, içirəm ki, ibadətlərdə qüvvətli olum deyə. Gecə namazlarında, gündüz oruclarında, yəni iftarlarımı qüvvətli, sahurlarımı qüvvətli eləyirəm ki, Allah üçün yəni dura bilim. Və yaxud da ki, təravih namazlarını ayaq üstə, qiyamda uzun keçirə bilim deyə. Və bu halda da insanın hətta etdiyi mübah əməllər də ibadətlərə çönə bilir, yəni niyyətlə. Və niyyət barədə qardaşlar, alimlər ixtilaf ediblər. Hansı ki, niyyət əməlin sihhət şərtidir, yoxsa kamillik şərtidir. Nə deməkdir bu? Yəni, niyyət olmasa əməl batil olur, yoxsa niyyət olmasa da əməl keçərlidir, sadəcə ona məsələn, kamillik mi qatır? Cumhur alimlər, barakallahu fikum, cumhur alimlər deyirlər ki, niyyət əməlin sihhət şərtidir. Yəni, niyyət olmasa əməl yoxdur, qardaşlar. Yalnız hənəfilər bu məsələdə ayrılıblar və onlar deyirlər ki, niyyət əməlin kamillik şərtidir. Yəni, bir insan niyyət etməsə belə, yəni namaza durdu, niyyət etməyib və o halda deyir ki, nədir? Yəni, o halda o namazı keçərlidir. Lakin cumhur alimlər deyir ki, əgər niyyət etməmisənsə, nədir? Əməlin batildir. Və niyyətin məhəlli də yadınızda saxlayın ki, barakallahu fikum, niyyətin məhəlli qəlbdir. Yəni, dinlə niyyəti iqrar eləmək bidətdir. Sələflərdən, Allah Resulü sallallahu aleyhi və səlləmdən və həmçinin sahabədən, tabi olduğumuz o şərəfli nəsillərdən belə bir şey varid olmayıb ki, onlar dilləri ilə desinlər ki, açıq şəkildə niyyəti dilləri ilə ifadə eləsinlər. Niyyətin məhəlli qəlbdir və niyyət qəlb əməldir. Niyyət, qardaşlar, lüğətdə qasd və əzm deməkdir. Bir şey qəsd etmək və yaxud bir şeyə əzm etmək. İstilahda isə alimlər buyurur ki, əl-qasdu ilə şey'i vəl-azimətu alə fi'lihi min qayri tərəddud. Bir şeyə qəsd etmək və yaxud da bir şeyi etməyə əzm etmək, tərəddüdsüz olaraq bir şeyə əzm etmək. Yəni, sənin heç bir tərəddüdün yoxdur, bunu edim yoxsa yox. Birbaşa edirsənsə, artıq o niyyət sayılır. Və buradan başa düşdü ki, hədisin birinci hissəsində, barakallahu fikum, innəməl əməlu bin niyyət. Əməllər ancaq niyyətlərə görədir. Şimdi devam edirik inşallah. Hansı ki biz dedik ki, və innəmə likulli imri'in mə nəvə. Hər kəsə də niyyət etdiyi var. İnnəməl əməlu bin niyyət və innəmə likulli imri'in mə nəvə.
Əməllər niyyətlərə görədir və hər kəsə niyyət etdiyi var. Və qardaşlar, fikir versəz, hər kəsə niyyət etdiyi var deyəndə nə nəzərdə tutulur? Yəni qulun əcr qazanması niyyəti ilə əlaqədardır. Əgər Allah üçün edərsə əməli salih və məqbul olar. Və bundan başqası üçün edərsə, əməli fəsad olar. Necə ki, Xattab Rahiməllah buyurur ki, ikincinin mənası birincidən fərqlidir. Yəni, innəməl ə'malu bin niyyət ilə və innəmə likulli imrin mə nəvə. İki sözün, yəni ikincinin birincidən fərqi var. Əməllər ancaq niyyətə görədir dedikdə, əməlin doğru və ya fəsad olması niyyətlə bağlıdır. Əməlin doğru və ya fəsad olması niyyətlə bağlıdır. Və innəmə likulli imrin mə nəvə və həmçinin hər kəsə də niyyət etdiyi var deyəndə, yəni əməlin əcri də niyyətə bağlıdır. Yəni, bir, əməlin səhihliyi niyyətə bağlıdır. Əməlin səhihliyi əgər Allah üçün olarsa, o əməl niyyətlə Allah üçün olarsa, o əməl səhih olar və əcr qazandırılması baxımından da nəyə bağlıdır? Əcr də niyyətə bağlıdır. Əgər niyyət yenə də səhih olarsa, doğru olarsa, o şeydən insan əcr qazanır. Yəni bu deməkdir inşallah. Və niyyət, deməli, niyyət həm şəri cəhətdən əmələ təsir edir, həm də qəbul cəhətdən əcrə təsir edir. Həm şəri cəhətdən əmələ təsir edir, yəni o əməl məqbuldurmu, mərduddumu, qəbul olunandır, yoxsa rədd olunandır və həmçinin nəyə təsir edir? Qəbul cəhətdən əcrə təsir edir. Yəni sən ola bilsin ki, bir əməl edirsən, o niyyətdə qarşılıqlıq olarsa və yaxud da niyyət təmiz olmazsa və yaxud da niyyətdə bir axsama olarsa, ola bilsin ki, o əməldən yarı əcr götürəsən, ola bilsin ki, tam əcr götürəsən və s. Yəni iki şəkildə təsir edir. Şəri cəhətdən əməlin fəsad olması, mərdud olmasına təsir edir və yaxud da qəbul olmasına təsir edir. İkincisi isə əməlin qəbul cəhətdən əcrinə təsir edir. Yəni əcrin hasıl olmasına. Və burada bir maraqlı fayda var. Barakallahu fikum və bunu da qeyd edək inşallah. Əməlin bir insanın etdiyi əməlin niyyət ilə halı üç cürdür qardaşlar. Bir insan əgər əməl eləyərsə, o əməldə niyyətlə bağlı olan halı üç cürdür. Ondan birincisi əməlin fəsad niyyəti ilə başlaması. Əməlin fəsad ibtidaən, yəni başlanğıc olaraq fəsad niyyətlə başlanması. Məsələn, misal çəkək daha aydın olsun inşallah. Bir nəfər girir məscidə və deyək ki, təhiyyətül məscid qılmaq istəyir. Və o insan əməlin əvvəlindən riya ilə başlayır. Və qəsdi odur ki, o əməldə cəmaata göstərsin ki, yəni namazını gözəlləşdirməklə və ümumiyyətlə əməlin başlanğıcından niyyəti nədir? Niyyəti xarabdır yəni. Niyyəti Allah üçün yox, Allahdan başqaları üçündür. Və bu əməl, alimlər deyir ki, bu əməl batildir. Bu birinci sinif insandır. Hansı ki, əməli başlanğıçdan Allahdan qeyrisi üçün eləyir. Yəni niyyətində xələl var. İkinci insan əməl başlanğıçda Allah üçün olur, əməlin əsnasında xələl gəlir. Bu da nə deməkdir? Barakallahu fikum. Misal üçün bir insan məscidə daxil olur, təhiyyətül məscid qılmalıdır. Başlanğıcda niyyəti Allah üçündür, xalisdir. Allahu Akbar dedi, təkbir gətirdi və Allah üçün o namazı qılmağa başladı. Və bu namazın əsnasında gördü ki, məscidə cəmaat artıq daxil olur, insanlar gəlir və artıq bu insanın başlayır, həmən niyyətdə xələl gəlməyə başlayır. Neyniyir? Namazı uzadır, gözəlləşdirir, xuşulu görünməyə çalışır və s. Bu ikinci sinif insandır. Deməli, nə oldu? İkinci sinif, Allah üçün başlasa da əməlin əsnasında Allahdan qeyrisinə yönəldi. Allahdan qeyrisinə yönəldi. Və bu insanın əməli barəsində alimlər deyirlər ki, qardaşlar, bu insanın əsli əməli, əməlin əsli səhih olsa da, o artırma, o gözəlləşdirmə, hansı ki o insanlar üçün etmişdi, o etdiyi əməl, o gözəlləşdirməyə çalışdığı şey, həmən şey batil olur. Və əməlin əsli səhih olsa da, qalsa da, o artırdığı şey, riya ilə olan şeylər, artırma, gözəlləşdirmə isə batil olur. Və üçüncüsü qardaşlar, üçüncü insanın halı odur ki, insan Allah üçün əməl edir.
əməl Allah üçün başlayır, diqqətli olaq, və Allah üçün bitirir. Deməli, insan Allah üçün əmələ başlayır, Allah üçün də bitirir. Yaxşı, bu insanda xələl hardadır? Bu insan Allah üçün əmələ başlayıb, Allah üçün əməli bitirsə də, əməlin sonrasında gəlir. Əməlin sonrasında gəlir. Məsələn, deyək ki, bir insan Quran hafizliyinə başlayır və niyyəti Allah üçündür. Başlayır, əzbərləyir və müəyyən müddət sonra bitirir. Artıq Allah üçün başladı və Allah üçün bitirdi. Və bu bitirdikdən sonra, məsələn, bir toplumun arasında zikr edirlər bunu, özü olduğu halda. Deyirlər ki, filan kəs məsəl üçün Allah həmd olsun, maşallah olsun, artıq filan kəs hafizdir. Və bunu tərifləməyə başlayırlar. Və bu tərif nəticəsində artıq onun qəlbində o şeylər başlayır əmələ gəlməyə və Allaha sığınır bu şeylərdən. Artıq o qəlbində nə baş verir? Ucub baş verir, riya baş verir, kibir baş verir. Və alimlər deyirlər ki, bunun əsli əməli, o əzbərlədiyi Quran səhihdir inşallah. Və yaxud da namaz qılarsa və yaxud da ibadətin bütün növləri. Bunu edərsə, əməl səhihdir, əməl olduğu kimi qalır. Lakin o etdiyi ucuba görə, o etdiyi riyaya görə, o etdiyi kibrə görə isə buna görə insan neyinir? Günah qazanır. Və bu insanın əməl, yəni niyyət baxımından insan 3 haldır qardaşlar. Və bunun fayda baxımından deyim, inşallah ki, yadda qalar. Allah Teala üçündən də Allaha sığınırıq. Allah Teala əməlimizi, niyyətimizi ixlaslı etsin. İxlasla başlayıb, ixlasla bitirən və ixlasla da davam edən qullarından etsin. Allahümme amin. Və sonra Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, فَمَنْ كَانَتْ هِجْرَتُهُ إِلَى اللّٰهِ وَرَسُولِهِ فَهِجْرَتُهُ إِلَى اللّٰهِ وَرَسُولِهِ Kimin hicrəti Allah və Rasulü üçün olarsa, onun hicrəti Allah və Rasul üçündür. Və hicrət qardaşlar, lüğətdə tərk etmək deməkdir. Şəriətdə isə hicrət sözünün mənası, islahi mənası tərk bilədil kufur və intiqal ilə bilədil İslam. Yəni, küfür diyarını tərk edib, İslam diyarına köç etməkdir. Yəni, hicrətin tərifi budur. Məsələn, ola bilsin ki, bir müsəlman ehtiyaclarından dolayı kafir ölkəsinə səfərə çıxsın. Yəni, ruzi dalınca çıxsın. Buna hicrət demirlər. Yəni, buna hicrət demək xatadır. Buna ərəb dilində qurba deyirlər. Qurba yəni qürbətləmək, bir yerə qürbətə çıxmaq. Yəni, bu mənada deyirlər. Yəni, buna hicrət demirlər. Hicrət ancaq nə cür olur, qardaşlar? Küfr ölkəsindən İslam ölkəsinə intiqal etməkdir. Və hicrət, alimlər buyurur ki, qiyamətə qədər var hicrət. Allah Subhanahu wa Taala necə ki, Quran-ı Kərimin Nisa surəsinin 97-ci ayəsində buyurur ki, mələklər özlərinə zülm edənlərin canlarını alarkən onlara deyərlər ki, siz nə halda idiniz deyəcəklər. Onlar deyəcəklər ki, biz yer üzərində zəif insanlar idik. Baxın, özlərinə necə üzr qazandırırlar. Mələklər də onlara deyəcək ki, məgər Allahın yeri, yəni yer üzü, diyarınızı tərk etmənizə yetəcək qədər geniş deyildimi? Siz də orada hicrət edəydiniz. Yəni, qalmayaydınız o kafirlərlə birlikdə. Onların küfrünə şahid olmayaydınız. Onların küfürlərinə şahid olduqsa sizin qəlbləriniz də o küfürlərə meyil etməyəydi. Yəni, fikir verin. Yəni, insanlar özlərinə üzr qazandırmasın ki, biz hicrət eləyə bilmirik. Hicrət var, qiyamətə qədər də olacaq. Və burada hicrəti misal gətirməsi ona dəlalət edir ki, qardaşlar, hicrət İslamın ən əzəmətli ibadətlərindən biridir. Və burada bir şeyə diqqət yetirmək istəyirəm, barakallahu fikum. Hansı ki fikir versəz, cümlənin tərcüməsində necə izah elədim? Kimin hicrəti Allah və Rasulunadırsa, onun hicrəti Allah və Rasulundadır. Əslində bu, yəni insanda sual yaratmırmı? Yəni niyə görə şərtin cümlə başlayır, şərt cümləsidir. Yəni kimin hicrəti Allah və Rasul üçündürsə şərtdir, elə deyilmi? Bunun müqabili olaraq şərtin cavabı səslənməlidir. Məsəl üçün Allah Teala buyurur ki, Nisa surəsi 123-cü ayədə, "Mən amilə su'an yuczə bihi." Kim bir pis əməl eləyərsə, onun qarşılığını tapar. Burada Allah Teala şərt verdi. Kim pis əməl edərsə və qarşılığı nə oldu? Onun qarşılığını tapar. Yuczə bihi. Yaxşı, burada Allah Resulü sallallahu aleyhi və səlləm deyir ki,
Kim Allah və Rasulü üçün, yəni hicrəti Allah və Rasulunadırsa, onun hicrəti Allah və Rasulunadır. Fərqli qardaş, burada nə başa düşə bilərik biz? Nə demək istəyir Allah Rasulü sallallahu aleyhi və səlləm? Esselamu aleyküm. Və aleykümselam və rahmetullahi və berekatuhu. Yəni Allah Rasulunun nəsə yolu, o yol tutmaq. Yaxşı, digər qardaşlar bilirmi? Burada nə qəsd olunur? İlqar qardaş var mı burada? Buyurun. Nə qəsd olunur burada? Yəni məsələni başa düşə bilən varmı? Ki Allah Resulü sallallahu aleyhi və səlləm eyni şey dedi. Yəni bu bilsiz nə deməkdir? Yəni ki, məsələn mən deyirəm ki, kim Quran oxuyarsa o Quran oxumuş olar. Yəni eyni, yəni şərt gəldi, amma cavab gəlmədi. Cavab da eyni şərtlə eyni şeydir yəni. Yaxşı. Deməli burada qəsd... Aleykümselam və rahmetullah. Buyurun qardaş. Yəni zahirdə əməl görünər, amma qəlbində o savab və yaxud günah qazanmaq söhbəti də kim nə əməl edərsə, bizdə o əməl görünər ki, məsələn ibadət edir, amma qəlbində riyalar. Biraz yaxınlaşdınız, sonra uzaqlaşdınız. Yaxşı. Allah sizdən razı olsun Hüsnü qardaşım. Barakallahu fikum. Mənası budur ki, qardaşlar, kimin hicrəti, diqqətli olaq, kimin hicrəti niyyət və qəsd baxımından, yəni niyyəti Allah və Rasulü üçündürsə, onun hicrəti əcr və savab baxımından Allah və Rasulundadır. Yəni sənin əgər hicrətin Allah və Rasulü üçün olubsa və o hicrətdə əcr və savab baxımından yenə Allah və Rasuluna qayıdırsan ki, Allah və Rasulü əməlinin, niyyətinin ixlaslı olması qarşılığında nə vəd verib? Cənnət vəd verib. Və bu hədisin mənası bu cürdür. Əgər başa düşməyən varsa, desin, yenidən izah edim inşallah. Kimin hicrəti, niyyəti ixlaslıdırsa, yəni Allah və Rasulunadırsa, onun hicrəti əcr və savab baxımından Allah və Rasulunadır. Və bu hədisdən qardaşlar başa düşdüyümüz nədir? Başa düşdüyümüz odur ki, salih əməl və şirkdən uzaq durmaq. Və biz salih əməllər edəcəyik və bu əməllərdə də şirkdən uzaq durmaq nəyə görə? Niyyətimiz xalis şəkildə Allah üçün olmalıdır. Yəni Allah üçün əməl etməlisən. Allah üçün əməl etməlisən. Deməli, ixlassız əməl, yəni niyyət burada qəsd olunan nədə qəsd olunur? Yəni ixlas qəsd olunur qardaşlar. İxlassız əməl qəbul deyil. Necə ki Abu Hureyra radiyallahu anh rəvayət olunan hədisdə buyurur ki, qudsi hədisdir, Ənə əğnə şurakə, yəni şirk. Mən şəriklərin içərisində bu şirk işindən ən müstəğni olanam, yəni qıraq olanam. Allah subhanahu wa ta'ala qudsi hədisdə bu cür deyir. Mən amilə amələn əşrakə fihi mə'iyyə qayrihi təraktuhu və şirkəhu. Və sonrasında buyurur ki, kim bir əməl edərsə və o əməldə bir başqasını mənə ortaq edərsə, onu da şirkini də tərk edərəm. Və başqa hədisdə Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki, İzə cəmə'allahul əvvəlinə vəl-əxirin fi yevmin la raybə fih. Allah Teala öncəkiləri və sonrakiləri özündə şək və şübhə olmayan o gündə bir araya topladığı zaman bir nidaçı çıxar və belə nida edər. Kim bir əməl etmiş və o əməldə bir başqasını mənə ortaq etmişsə, bu əməlin əcrini də gedib ondan istəsin. Mən şirk işində, bu işdə ən müstəğni olanam. Yəni Allah Teala deməli qiyamət günü insanlar toplanacaq və bu toplanışda heç bir şək şübhə yoxdur və Allah Teala yəni belə nida olunacaq ki, Allah kim bir iş görüb və o işi Allah üçün etməyibsə, sən namaz qılmısansa, başqasının rızası üçün qılmısansa, gedindi, onun, o əməlin savabını da ged ondan al. Görün necə də əzəmətli bir məsələdir qardaşlar. Ona görə də insan gələk, əməldən əvvəl dursun və nəfsini hesaba çəksin və mən bu əməldə nəyi qəsd edirəm? Çünki əsas olan əməl deyil qardaşlar. Əsas olan əməl yox, sənin niyyətindir, niyyətin. Sənin qəsdindir.
Ya o əməl sənin üçün niyyətin doğru olduğu halda o əməl sənin üçün cənnət olacaq, bağışlanma olacaq, qurtuluş olacaq, ya da cəhənnəm odunlarından bir odun olacaq. Allah Taala'ya sığınırıq. Və həmçinin fikir versəz, Allah Taala sizin cisimlərinizə və surətlərinizə baxmaz. Əksinə əməllərinizə və o əməllərin qəsd məkanı olan, niyyət məkanı olan qəlblərinizə baxar deyir Allah Resulü sallallahu aleyhi və səlləm. Ona görə də bir kimsənin əməllərinin qiyməti qəlbdə olan şeylədir, qardaşlar. Qəlbdə olan niyyətə görədir. Nə qədər sənin niyyətin Allah üçün olarsa, o əməl ona görə dəyərləndirilir. Nə qədər sənin qəlbində niyyət Allah üçün olmazsa, o əməl o qədər də alçalar, Allaha sığınırıq. Və fikir verin sahabələr, Allah onlardan razı olsun. Abu Bakr radiyallahu anhu ixlası ilə Abu Bakr oldu. Və bu ixlas işi yadınızda saxlayın ki, qardaşlar, ən çətin əməldir, barakallahu fikum. Ən çətin əməldir. Elə zənn etməyin ki, bu asandır. Yəni, niyyətin Allah üçün olması elə zənn etməyin asandır. Hansı ki, sələflərdən Səhl ibn Abdullah deyir ki, nəfsə ən ağır gələn şey ixlasdır. İnsan çünki yaradılış xüsusiyyəti ilə tərifi sevəndir. İnsan görürsən ki, yəni Quranı əzbərləyən, Allahın rəhm etdiyi şəxslərdən başqa gedir adam hafiz olur, əziyyət çəkir, gecəsini gündüzünə qatır. O hansı nəfs istəmir ki, cəmaatın içində desinlər ki, bu qardaş maşallah hafizdir. Başa düşürsən, başa düşürsünüz qardaşlar, yəni o şey insanın içini dağıdır. Hansı ki, nə? Məşhurlaşmaq, şöhrət, insanlar tərəfindən sevilmək. Lakin bunun dünyadan başqa bir xeyri yoxdur, qardaşlar. Axirət günü bu əməllər sənin üçün fəsad ola bilər. Allaha sığınırıq. Çünki Səhl ibn Abdullah deyir ki, nəfsə ən ağır gələn şey nədir? İxlasdır. Çünki nəfsin ixlasdan heç bir payı yoxdur. Nəfsin ixlasdan heç bir payı yoxdur. Çünki nəfs insana daima pisliyə əmr edən şeydir, qardaşlar. Və həmçinin sələflərdən biri deyirdi ki, ən məşəqqətli, ən nadir şeylərdən biri də ixlasdır. Onu nə zaman əldə etdiyimi, riyanı nə zaman dəf etdiyimi zənn etsəm, bir də baxıram ki, qəlbimin başqa bir yerində, başqa bir şəkildə boyun qaldırıb. Başqa bir rəngdə, başqa bir görüntüdə zuhur edib. Subhanallah. Yəni ümmətin sələfləri bu cür olublarsa, onda bizim halımız necə, qardaşlar? Ona görə Allaha çoxlu dua etmək lazımdır. Allahdan çoxlu bağışlanma diləmək lazımdır. Allahdan istəmək lazımdır ki, ya Rabbi, bu fəqir, sağir, kiçik qulunu, fəqir qulunu, sənə möhtac, sənin rəhmətinə möhtac qulunu ixlaslı əməllərə müvəffəq elə. İxlaslı əməllərə müvəffəq elə. Çünki Allah müvəffəq etməsə, qardaşlar, bizlərin heç bir bu şeyə müvəffəq ola bilmərik. Və sonra Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, hədisin davamında, وَمَنْ كَانَتْ هِجْرَتُهُ لِدُنْيَا يُصِيبُهَا اَوْ اِمْرَأَةٍ يَنْكِحُهَا فَهِجْرَتُهُ اِلَى مَا هَاجَرَ اِلَيْهِ. Və Allah Resulü sallallahu aleyhi ve sellemin buradakı qəsdi, kimin hicrəti dünyalıq bir mənfəəti əldə etmək üçün olarsa, yəni onun niyyəti nədir? Dünyalıq bir şey əldə etmək üçündür. Bu təkcə bir yerə səfər çıxmaqdan getmir. Məsələn, insan əməl edir, o əməlində Allah Taala'nın üzünü, Allahın rızasını qəsd eləmir. Allahdan başqasını qəsd eləyir. Dünyavi şeylər və yaxud da insanların sevgisi və s. Və Allah Resulü sallallahu aleyhi ve sellem buyuruyor ki, bunu edən insan fəhicratuhu ilə mə həcərə iləyhi. Və burada həmçinin qadınla nikahlanmaq üçün yəni bu hicrəti bunun üçündürsə, elə onun üçün o var deyir. Və düzdür, bəzi alimlər deməli bu qadın barədə olan hissəni bir rəvayətlə deməli gətirirlər ki, yəni insanlar arasında bu hədisin deməli varid olma səbəbi bir şəxslə bağlıdır, hansı ki o qadınla evlənmək üçün hicrətə çıxmış və ona bu cür ləqəb qoymuşdular ki, məsələn o qadının adı ilə hicrət edən şəxs kimi bu cür ləqəb qoymuşdular və Allah Resulü sallallahu aleyhi ve sellem hədisi də buna görə varid olmuşdu deyirlər. Lakin hədis alimləri, mühaddislər deyirlər ki, yəni bu məsələni, rəvayəti araşdıranda səhih bir şey tapmadıq və doğrusunu Allah bilir. Yəni xülasəsi odur ki, qardaşlar, kimin hicrəti
dünyalıq bir şey əldə etmək üçün olarsa, ona qəsd etdiyi var. Ona qəsd etdiyi var. Yəni sən dünyalıq üçün izzət etmirsənsə, elə sənin üçün dünya var. Allah və Rasulunun rızası yoxdur sənin üçün. Savabı və əcri yoxdur sənin üçün. Və fikir versək, qardaşlar, birinci hissədə, və diqqətli olun, burada sual verəcəm inşallah. Allah Resulü sallallahu aleyhi ve sellem bir dedi ki, kimin hicrəti Allah və Rasulü üçündürsə, diqqətli olaq, Allah və Rasulü zikr olundu. Və ikinci hissədə cavab olaraq nə dedi? Onun hicrəti Allah və Rasulundadır. Lakin növbəti dəfə dünyanı gətirəndə isə dedi ki, kimin hicrəti dünya və qadın üçündürsə, demədi ki, onun hicrəti dünya və qadın üçündür. Dedi ki, fəhicrətuhu ilə mə həcərə iləyhi. İndi burada sual ortaya çıxır ki, və bu sualda da fayda var. Niyə görə Allah Resulü sallallahu aleyhi ve sellem ikinci dəfə zikr etmədi bunu? Niyə görə demədi ki, onun hicrəti dünyalıq üçündür, dünya üçündür? Kim cavab verər buna? Cavabını bilən əl qaldıra bilər inşallah. Yox qardaş, o ikincini tam deyim bir dəqiqə. O niyyətin axırı cümlənin. Deyir ki, kimin hicrəti dünyalıq bir şeyi əldə etmək üçün və yaxud da ki, qadınla nikahlanmaq üçün olarsa, onun hicrəti elə ona görədir. Yəni, dünyanı təkrar olaraq zikr eləmədi. Demədi ki, onun hicrəti dünyaya və yaxud da ki, nikahlanmaq istədiyi o qadına görədir. Yaxşı, cavab budur ki, bu da fayda babından deyirəm inşallah. Burada Allah Resulü sallallahu aleyhi ve sellem ona görə zikr etmədi ki, təzdən dünyanı, qardaşlar, yəni dünyanın o qədər, yəni təhqir olunmuş bir şeydir ki, dünya və içindəkilər, o qədər aşağılıq bir şeydir ki, təhqir olunmuş bir şeydir ki, Allah Resulü sallallahu aleyhi ve sellem alimlər deyir ki, təhqiran, yəni Allah Resulü sallallahu aleyhi ve sellem sanki dünyanı təhqir babından ikinci dəfə zikr etməyi, yəni deməli, nə görmədi? Fayda görmədi. İkinci dəfə zikr etmədi yəni. Niyə görə? Təhqiran, yəni dünyanı təhqir edərək. Yəni insan başa düşsün ki, hətta Allah Resulü sallallahu aleyhi ve sellem ikinci dəfə dilinə gətirmədi bunu. Ehtiyac görə. Niyə görə? Çünki dünya o qədər təhqir bir şeydir qardaşlar. Dünya və içindəkilər insanları aldatmaqdan, Allahın dinini yayındırmaqdan başqa bir şey deyil. Ona görə insan gələk neynəsin? Dünyada ikən zahid olsun dünyadan. Zahidlik nə deməkdir? Zahidlik İbn Teymiyyə rahimehullah buyurur ki, sənin, yəni bir mənada sənin əlində olanın qəlbinə girməməsidir. Əlində ola bilsin dünya olsun, mal, dövlət, hər şey ola bilər. Zahidlik insanın köhnə paltar giyinməsi deyil. Zahidlik insanın belini əyib, yemək yeməyib, taqətdən düşməsi deyil qardaşlar. Bu zahidlik deyil. Bu dəlilikdir. Zahidlik nə deməkdir? Zahidlik insanın ahirət günü sənə fayda verməyəcək şeyləri qəlbindən çıxartmağındır. Və bu dünyada və onun içindəki olan o bərbəzək də ondandır ki, qiyamət günü bu sənə fayda verməyəcək. Ona görə nə qədər bu dünyanı qəlbinə salsan, qəlbində dünya və onun sevgisindən başqası olmayacaq. Hansı ki, Allahın sənə yazdığından da qırağasını çıxmayacaqsan. Allahın sənə təqdir etdiyindən bir artığını əldə etməyəcəksən. Ona görə də dünyadan, onun içindəkilərdən Allaha sığınırıq, dünya və içindəkilərin şərrindən Allaha sığınırıq, xeyrini Allahdan istəyirik və Allah Taala'dan diləyirik ki, Rəbbimiz, necə ki bu hədisimizi oxuduq, Allah Taala buna əməl etməyi, əməlimizdə, hər bir əməlimizdə Allah və Rasulunun üzünü diləməyi və bunun üçün əməl etməyi, Allah və Rasul üçün əməl etməyi Allah Taala hər birimizə müvəffəq etsin və asanlaşdırsın və doğrusunu Allah bilir. Velhamdülillahi Rabbil alemin.